bugün burada Amsterdamda Hon Monumentin yanında Əvəz Hafizlinin ruhunu yad edirik. İnsanlara informativ məlumatlar veririk. Əvəz Hafizli Azərbaycanda müstəqil jurnalist olub və qətlə yetirilib. Onun şikayətlərinə baxılmadı və hüquqi müdafiəsiz qaldı. Ona görə də bugün də aramızda deyil. Daxili İşlər Nazirliyimiz onun şikayətlərinə dəfələrlə baxmadı və hətta ölümündən sonra da, buna baxmayaraq da onun ölümündən sonra da ona qarayaxma kampaniyası davam etdi. Müstəqil bir jurnalist olaraq da xalqımızın bütün problemlərinə qaçırdı. Nəinki LGBT nümayəndələrinin, hətta insanlarımızın problemlərini işıqlandırırdı. Nəinki Azərbaycanda, hətta dünyada Azərbaycanda baş verən LGBT-lərə qarşı olan repressiyaları işıqlandıraq və insanlar başqa ölkələrdə də bilsinlər ki, Azərbaycanda bizim kimi insanlar nələr yaşayır, hansı çətinliklərdən keçir. Hətta bizi müdafiəsiz qoyaraq həyatlarımızı daha çox böyük təhlükələrə atırlar. Azərbaycanda müstəqil jurnalist və LGBT fəalı Əvəz Hafizli 2022-ci ildə Əmrullah Güləliyev tərəfindən qətlə yetirilib. Biz bugün əziz yoldaşımızın xatirəsini yad eləmək üçün buradayıq və küçədə insanlara hava paylayaraq yasımızı, sözümüzü çatdırmağa çalışırıq. Azərbaycanda LGBT-lər illərdir ki, öz gender kimlikləri və cins orientasiyalarına görə kriminallaşdırılırlar. Biz Azərbaycanlı LGBT icması olaraq səsimiz çatan qədər yoldaşımızın hekayəsini duyurmağa davam edəcəyik.